Prezident İlham Əliyev informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişikliyi təsdiq eləyib. Sözü gedən qanuna deməli bunlar əlavə olunub. Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir eləyən cəmiyyətə açıqca hörmətsizlik ifadə eləyən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərinə zidd formada göstərilməsinə dair məlumatlar. Beləliklə, dəyişikliyə əsasən sayt və sosial şəbəkələrdə kütləvi şəkildə yayımlandığı halda ictimai mənəviyyatı təhqir eləyən cəmiyyətə açıq hörmətsizlik ifadə eləyən məzmunların paylaşılması qadağan edilir və buraya əxlaqsız ifadələr, nalayiq jestlər, eləcə də milli mənəvi dəyərlərə və əxlaq normalarına zidd görüntülər daxildir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu qərar cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunmasına, ailə dəyərlərinin möhkəmləndirilməsinə və sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət eləyir. Xüsusilə bu dəyişiklik sosial şəbəkələrdə məsuliyyətsiz davranışların normaya çevrilməsinin qarşısını almağa hədəfləyir. Qəbul edilən dəyişikliklər uşaqların və gənclərin zərərli, aqressiv və mənəviyyata zidd məzmunlardan qorunmasına, onların sağlam düşüncə, davranış və dəyərlər əsasında formalaşmasına yönəlib. Məqsəd gələcək nəslin etik, məsuliyyətli və hörmətə əsaslanan cəmiyyət mühitində yetişməsini təmin etməkdir. Bəli, artıq belə bir qərar verildi. Sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edilir. Yəqin ki, bunun bir ucu həm də televiziyalara da aid olacaq. Çünki normalda bizim bəhbəhlə alqışladığımız Respublikanın xalq artisti deyə, əməkdar artist deyə təqdim etdiyimiz müğənnilərin bəzisi demək olar ki, lüt çıxır efirə.